Read the announcement and choose the correct answer. Yani elanı okuyun ve doğru cevabı tapın. Join our summer camp for kids today. Bugün bizim uşaqlar üçün olan yay düşərgəsinə qoşulun. We have fun games, arts and competitions. Bizdə əyləncəli oyunlar, incəsənət və yarışmalar var. You can also make new friends here. Sən həm də burada yeni dostlar edinə bilərsən. There will be a special discount for the second child of the same family. Burada eyni ailədən olan ikinci uşağa xüsusi endirim olacaq. Special discount. It is the last day for signing up. Bu qeydiyyat üçün son gündür. Mətndən də anladığımız kimi bu bir elandır. Gəlin elanda yazılanlara görə düzgün bəndi seçək. Only one child from a family is allowed to attend the camp. Düşərgədə iştirak etmək üçün ailədən yalnız bir uşağa icazə verilir. Mətndə isə bunun tam əksi yazılmışdı ki, yəni hər ailədən əgər ikinci uşaq gələrsə ona əlavə endirim olacaq. Yəni belə bir səhv məlumat yoxdur orada. Signing up for the camp will last till the end of the next week. Düşərgəyə qeydiyyat gələn həftənin sonuna qədər davam edəcək. Bunun əksi yazılmışdı, elanda yazılmışdı ki, bugün qeydiyyat üçün son gündür. Demək ki, bu düzgün cavab deyil. Bizdən isə düzgün cavabı tapmaq tələb olunur. The camp provides children with different activities. Yəni, düşərgə uşaqlara müxtəlif oyunlar təqdim edir və yaxud da ki, müxtəlif oyunlarla təmin edir. Doğrudur, məncə yadımıza salsaq, görəcəyik ki, orada müxtəlif əyləncəli oyunlar var idi, incəsənət var idi və yarışlar var idi. Sadəcə bir oyun, bir əyləncə təqdim olunmurdu. Ona görə biz onu müxtəlif adlandıra bilərik. Əslində düzgün cavab bu görünür, amma biz yenə digər bəndləri oxuyaq. The second child of a family can attend the camp for free. Yəni, ailənin ikinci uşağı düşərgədə pulsuz iştirak edə bilər. Xeyr, pulsuz yox. There will be a special discount. Xüsusi endirimlə iştirak edə bilər. Bu da yanlışdır. Discount is for all kids who can participate in the camp. Yəni, endirim düşərgədə iştirak edən, participate iştirak etmək. İştirak edən bütün uşaqlar üçündür. Xeyr, endirim yalnız hər ailədən olan ikinci uşaq üçün idi. Bu da yanlış cavabdır. Demək ki, düzgün cavab bizim üçün hansı oldu? C variantı oldu.